Peyğəmbər buyurub ki, ən aciz adam dua eləməkdə də acizdir. Aciz adamdır. İstəməyə nə gəlmişdi? Niyə arzulamadın axı? Əşi, mənim arzumla nə olacaq? Şeytanın ən böyük hiləsi budur. Allah deyirsən, mənim üçün möhtərəm bəndəsən. Sən istə, arzula. Sənin arzun nəzərə alınır Allah qatında. İnanırsan, inana bilmirik ki biz buna. Biz özümüzü o qədər dəyərsiz bilirik ki, kimdir məni eşidən və bunu təvazökarlıq adlandırırıq. Bu təvazökarlıq deyil. Bu özündə bir xarlıq hiss eləmək. Allah deyirsən, mənim əzizimsən. Sənin üçün 124 min Peyğəmbər göndərmişəm. 114 surə Quran sənə nazil eləmişəm. Gör sənə mənim nə qədər diqqətim var. Bunu keçmişdə sizə demişəm, deyir, Kəbənin qırağında Quran oxudu. Deyir, o alim deyir, baxırdım halına, deyir, kitabı qoydu, dedi, ilahi, bəsdir mənə bu qədər, xırdalığına qədər bəyan elədin, bəsdir ki, özü bu qədər mənim yolumda Allaha deyir, fəda elədin ki, mənə hər şeyi izah eləmək üçün hər birimiz hiss eləsək ki, bu kitab mənə göndərilib, şəxsən mənə, şəxsən bizə göndərilməyib. Biz deyirik bizə sözü bəzən ziyanlı sözdür. Allahın yanında biz əzizik, insan olduğumuza görə əzizik. Bu əzizliyi biz qazanmasaq belə